Salam əziz dostlar, əziz tarix sevənlər, hər birinizi xoş gördük. İlk öncə sizləri qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə can sağlığı, bol ruzi bərəkət arzulayıram. Bugünkü videomuzun mövzusu 9-cu sinif Azərbaycan tarixindən 1-ci bölmənin C variantıdır. Və videoya keçməmişdən öncə kanala abunə olmanızı, rəy bölməsində öz fikirlərinizi bildirməyi və bəyənməyi unutmayın. Birinci sualımız. 1830-cu il Çar fərmanı ilə Rus ailələrinin yerləşdirildiyi əraziləri müəyyən edin. Bu ərazilər Şirvan, Lənkəran və Qarabağ olmuşdu. Şirvan 3 rəqəmi ilə, Lənkəran 4, Qarabağ isə 6 rəqəmi ilə qeyd olunmuşdu. 2. Eyler-Venn diaqramında uyğun bəndləri qeyd edin. Almanlar və ermənilər. Türkmənçay və Ədirnə müqavilələrinə əsasən kütləvi şəkildə köçürülmüşdülər ermənilər. Xristianlardan dayaq yaratmaq məqsədi ilə köçürülmüşdü, hər iki xalq oxşardı. İlk vaxtlar Azərbaycanlılardan yığılan gəlirlər hesabına saxlanılırdılar, oxşardı. Əsasən qərb bölgələrində yerləşdirilmişdi almanlar. Furqon tipli at arabalarının düzəldilməsi onların gəlişindən sonra baş verdi. Bu da almanlardı. İrəvan ərazisində etnik vilayətlərini qurdular ermənilər. Üçüncü sual. 19-cu əsrin 30-cu illərində baş vermiş üsyanların məğlub olma səbəblərini yazın. Bu üsyanların məğlub olmasının əsas səbəbləri zəif silahlanmaları, məhəlli xarakteri daşıması, üsyan rəhbərləri arasında birliyin olmaması və sair səbəblər olmuşdu. 4. Sxemi tamamlayın. 19-cu əsrin 30-cu illərində baş vermiş üsyanlar. 1-ci Carbalakən üsyanı 1830, 2-ci Lənkəran 1831, 3 Quba 1837, 4-cüsü isə Şəki üsyanı olmuşdu 1838-ci il. 5. 19-cu əsrin birinci yarısında Cənubi Qafqazda mövcud olmuş quberniyaların sırasını tamamlayın. Tiflis, Kutayiz, Dərbənd, Şamaxı və 1849-cu ildə isə yaradılmışdı İrəvan. 6. Eyler-Venn diaqramında uyğun bəndləri qeyd edin. Üsyanlar Quba və Lənkəran. 19-cu əsrin 30-cu illərində baş vermişdi, oxşardı. Üsyana Mir Həsən xan başçılıq etmişdi, Lənkəran. Üsyanın gedişində hərbi şura yaradılmışdı, Quba. Üsyana Hacı Məhəmməd başçılıq edirdi, Quba. Çar məmurlarının özbaşınalığı üsyanın baş vermə səbəblərindən biri idi, oxşar. Üsyan 1831-ci ilin əvvəllərində yatırıldı, Lənkəran. 7. 19-cu əsrin 30-40-cı illərində Azərbaycanda idarəçilikdə fəaliyyət göstərənləri müəyyənləşdirin. Komendant var idi, bəylərbəyi olmamışdı, naib var idi, mahalları idarə eləyirdi. Xan, canişin yox idi, canişinlik sistemi 1844-cü ildə yaradılmışdı. Xan, bəylərbəyi isə artıq əvvəlki dövrlərdə idi, yəni komendant idarə etmə üsulu dövründə mövcud deyildi. Bir də kəndxuda var idi, kəndləri idarə edirdi. Deməli, komendantdır, naibdir, kəndxudadır. 8. Xronoloji ardıcıllığı müəyyən edin. Cənubi Qafqazda güzəşi ticarət tarifinin tətbiqi 1821, kəndli əsasnamələrinin qəbulu 1847, komendant idarə üsulunun ləğvi 1840, İrəvan quberniyasının yaradılması 1849, Dərbənd quberniyasının ləğvi 1860. 1, daha sonra 1-dir, 3-dür, 2, 4, 5. 9. 19-cu əsrin 30-50-ci illərində Azərbaycan iqtisadiyyatına aid xüsusiyyətləri müəyyənləşdirin. Neftin çıxarılmasında kəndlərin məcburi əməyindən istifadə edilməsi düzdür. Balıqçılıq təsərrüfatının dövlətin ixtiyarına keçməsi, bu da düzdür. Neft mədənlərində kəndlərin icbari əməyinin ləğv edilməsi, bu 1864-cü ildə, yəni 30-50-yə aid olunmur. Balıqçılıqda muzlu əməkdən geniş istifadə edilməsi, bu da balıqçılıqda iltizam sisteminin ləğvindən sonra olmuşdu, yəni ikinci yarısına aiddir, bu da aid edilmir. Neftli torpaqların hərrac yolu ilə xüsusi adamlara satılmağa başlaması, bu da 1872-ci il iltizam sisteminin ləğvindən sonradır. Deməli, aid olan 1 və 2-ci cavablar oldu. 10. Uyğunluğu oxlarla göstərin. Şeyx Şamil, Hacı Məhəmməd və Məşədi Məhəmməd. Şeyx Şamil Dağlıq xalqların azadlıq hərəkatının başçısı olmuşdu.
Hacı Məhəmməd Quba üsyanının, Məşədi Məhəmməd isə Şəki üsyanının rəhbəri olmuşdu. 11. Komendant idarəsunun ləğv edilməsi zərurətini yaratdı. Xanların imtiyazlarının bərpa edilməsi tələbləri yanlış cavabdır. 19-cu əsrin 30-cu illərindəki üsyanlar, bu düzdür. Çünki üsyanlar məğlub oldu, düzdür. Amma nəticəsiz də qalmadı ki, ən böyük nəticəsi 1840-cı il 10 aprel islahatları oldu və nəticədə komendant idarə etmə üsulu ləğv edildi. 12. İltizam sistemi mövcud olmuş sahələr. Balıqçılıq, ipəkçilik, əkinçilik, şərabçılıq, dağ mədən, qızıl boya istehsalı, neft, duz, ticarət və toxuculuq. Neft və duz sahələrində iltizam sistemi mövcud olmuşdu. 13. 1844-cü ildə Cənubi Qafqazın idarə olunmasında dəyişikliklərin labüdlüyü bağlı idi. Yerli əhalinin İran və Osmanlıya meylinin artması ilə, hakimiyyət orqanlarının komendantlıq idarəçiliyinə meylinin güclənməsi ilə, 1840-cı il İnzibati Məhkəmə islahatının uğursuzluğu ilə, 1844-cü ildə Yezavetpol qəzasında vergilərin yenidən artırılması haqqında çar fərmanının elan olunması ilə, əhali üzərində polis və məhkəmə nəzarətinin güclənməsi ilə. Düzgün cavab C variantıda 40-cı illərin İnzibati Məhkəmə islahatının uğursuzluğu ilə. 14. 1844-cü il islahatı ilə Qafqaz canişini yalnız mülki işlərə rəhbərlik edə bilərdi. Yanlış cavabdır. Çar tərəfindən təyin edilsə də yalnız hərbi nazir qarşısında hesabat verirdi. Yalnız hərbi işləri idarə edirdi. Hərbi və mülki işlərin bir hissəsini əlində cəmləşdirsə də müstəsna səlahiyyətlərə malik deyildi. Çox böyük hərbi və mülki səlahiyyətlərə malik idi. Düzgün cavab Y variantı. 15. Qraf Vorontsov canişin təyin edildikdən sonra Cənubi Qafqazın inzibati ərazi quruluşunda ciddi dəyişikliklər edildi. Bu düzgün cavabdır. Xəzər vilayəti bəylərinin torpaqlarının müsadirəsi başlandı. Torpaqların müsadirəsi 1841-ci ildə başladı. Vorontsov isə 1844-cü ildə canişin təyin edilmişdi. Deməli, B variantını çıxırıq. Azərbaycan ərazisini üsyanlar bürüdü. 40-cı illərdə üsyan olmamışdı. Gürcü Meretiya quberniyası yaradıldı. Gürcü Meretiya quberniyası da Vorontsovdan əvvəl yaradılmışdı. Yəni 1840-cı il 10 aprel islahatından yaradılmışdı. Qazax, Şəmşərdil, Borçalaq ağalarının torpaqlarının müsadirəsi də 1841-ci ilə aiddir. Deməli, düzgün cavab oldu A variantı. 16. 1847-ci il kəndli əsasnamələrinə görə sahibkarlar varlı kəndlər üzərində heç bir hüquq ala bilmədilər. Səhvdir. Dövlət kəndlər üzərində güzəştlik hüquq aldılar. Bu da səhvdir. Çünki 47-ci il kəndli əsasnamələri yalnız sahibkar kəndlərinə aid edilmişdi. Yəni, dövlət kəndlərinin olması burada B variantında düzgün deyil. Mülkədar tabelisi üzərində polis və məhkəmə hüququ aldıqları halda elatlar üzərində bu hüquqlardan məhrum oldular. Bu da səhvdir. Öz kəndləri üzərində polis və məhkəmə hüququ aldılar. Düzgün cavabdır D variantı. 17. Şəki üsyanına rəhbərlik edirdi. Şəki üsyanına Məşədi Məhəmməd rəhbərlik etmişdi. 18. 1844-cü ildə Cənubi Qafqazın idarə olunmasında edilən ən mühüm dəyişiklik Cənubi Qafqazda canişinlik idarəsinin yaradılması olmuşdu. Y variantı. 19. 1846-cı il dekabrın 6-sında verilən reskriptin mahiyyəti. İrsi torpaq sahibliyi ilə yanaşı vəqf torpaqlarda hakim zümrənin mülkiyyəti elan olunurdu. Bəylər ixtiyarında olan torpaqlar, mülk, tüyül və s. üzərində irsi mülkiyyət hüququ verildi. Ali müsəlman silkinin torpaqları üzərində hüquqlar bərpa olunduğu halda xristiyan məliklərinin mülkləri müsadirə olunurdu. Səhv cavabdır. Mülk, tüyül torpaqları ilə bərabər icma torpaqları da ali müsəlman silkinin mülkiyyəti elan olunurdu. Xırda malik, tüyül, ilati torpaqları da bəylərin və ağların mülkiyyəti elan olunmuşdu. Düzgün cavab B variantıdır. 20. 1846-cı il 6 dekabr reskripti ilə Rus hökuməti ölkəmizdə özünə sosial dayaq yaratmaq sahəsində ilk ciddi addımını atdı, düzdür. Çünki o vaxta qədər yerli ali müsəlman silkinin nümayəndələri ilə Rus hökuməti arasında ciddi problemlər var idi və bu problemləri həll etmək üçün 46-cı il 6 dekabr reskripti verildi və özünə sosial dayaq yaratmaq yolunda ilk addımını atmış oldu. 21.
Rusiyanın zəbt etdiyi ərazilərdə ermənilərin məskunlaşdırılmasına ilk dəfə icazə verilmişdi. Bu 1-ci Pyotrun 1724-cü il tarixli fərmanı ilə olmuşdu. 22. 19-cu əsrin 30-cu illərində baş vermiş üsyanlar yönəlmişdi. Müstəmləkə idarəçiliyinə qarşı, müstəmləkəçiliyə qarşı yönəlmişdi. D variantı. 23. Tədqiqatçı Şavrovun ermənilər haqqında söylədikləri aiddir. Ermənilər əsas etibarilə Osmanlı dövləti ərazisində və İranda yaşayırdılar. Ermənilərin çox hissəsi müsəlman mülkədarlarının torpaqlarında yerləşdirilmişdi. Ermənilər Cənubi Qafqazın ən qədim sakinlərindən biridir. Ermənilər İrəvan bölgəsindəki əhalinin 1/4 hissəsini təşkil edirdi. D variantı düzgündür. 24. 1840-cı il qanununa əsasən yalnız yerli qanun əsasında işləyən qəza məhkəmələri yaradıldı. Səhvdir. Yalnız milli dini ənənələrə əsaslanan şəriət məhkəmələri yaradıldı. Bu da səhvdir. Əslində şəriət məhkəmələrinin hüquqları məhdudlaşdırılırdı. Ümumrusiya qanunları əsasında fəaliyyət göstərən məhkəmələr yaradıldı. Düzdür. 25. 1840-cı il qanununa aiddir. Sayca üstün olan xalqlara müstəsna hüquq verildi. Səhvdir. Ümum-imperiya ərazi bölgüsünə fərqli bölgü tətbiq olundu. Bu da səhvdir. Çünki ümum-imperiya ərazi bölgüsünə uyğun ərazi bölgüsü tətbiq olunmuşdu. Azərbaycanın bütövlüyü və tarixən müəyyən edilmiş sərhədləri saxlanıldı. Bu da yanlışdır. Çünki bu sərhədlər saxlanılmadı. Üstəgəl də bu zaman əhalinin maraqları nəzərə alınmamışdı. Cənubi Qafqazda Rusiyada olduğu kimi Quberniya qəza sahə inzibati bölgüsü tətbiq edilmişdi. Bu düzdür. Qondarma erməni vilayəti ləğv edildi. Düzdür, 1828-ci ildə Naxçıvan və İrəvanda yaradılan erməni vilayəti 1840-cı il 10 aprel qanununa əsasən ləğv edilmişdi. Komendant idarə üsulu ləğv edildi. Bu da düzdür. Deməli, 4, 5 və 6. 26. Xronoloji ardıcıllığı müəyyən edin. Xəzər vilayəti bəylərinə məxsus torpaqların müsadirə edilməsi haqqında qanunun verilməsi 1841-də, Qazax Şəmşədi və Borçalı ağalarının torpaq sahibliyindən məhrum edilməsi haqqında qanun verilməsi, bu da 1841-də, yəni öncə Qazax Şəmşədi, sonra isə Xəzər vilayətinə şamil olunmuşdu. 3. Kəndli əsasnamələrinin verilməsi, bu da 1847-dir. Xronoloji ardıcıllıq 2, 1 və 3. 27. Uyğunluğu müəyyən edin. Şimali Azərbaycan 19-cu əsrin 30-cu illəri və 40-cı illərində. Komendant idarə üsulunun yaradılması səhvdir. Çünki komendant idarə üsulu ilk olaraq 1724-cü ildən sonra Bakıda yaradılmışdı. Daha sonra isə 19-cu əsrin əvvəllərində ilk ləğv edilən xanlıq Gəncə olmuşdu. Deməli, 1804-ün yanvar ayından Gəncədə yaradılmışdı. Deməli, bu variantı çıxardıq. Qərbi Avropa mallarının 3-cü ölkəyə aparılması, qadağanın qoyulması bu 30-cu illərdir. 1831-ci il yasaqlı tarifdən söhbət gedir. Dini idarələrə aid torpaqların vəqf adlandırılmağa başlaması, bu da yanlışdır. Çünki vəqf adlandırılmağa başlaması hələ ərəblərin dövründən mövcud olmuşdu. Dərbənd quberniyasının yaradılması bu 1846-cı ildə, deməli bu 40-cı illərə aiddir. Komendant idarə üsulunun ləğv edilməsi, bu da 40-cı ilin 10 aprel islahatına əsasəndir. Deməli 30-cu illərə aid oldu B cavabı, 40-cı illərə isə D və Y cavabları uyğundur. 28. 1846-cı il 14 dekabr çar fərmanı ilə Xəzər vilayəti ləğv edildi, düzdür. Dərbənd və Şamaxı quberniyaları yaradıldı, bu da düzdür. Gürcü Meretiya quberniyası və Xəzər vilayətini saxlamaq şərti ilə yeni quberniyalar yaradıldı, səhvdir. Gürcü Meretiya quberniyası ləğv edildi, düzdür. Keçmiş inzibati bölgülər ləğv edildi. İrəvan quberniyası yaradıldı, səhvdir. Çünki İrəvan quberniyasının yaradılması 1849-cu ildir. Deməli 1, 2 və 4 düzgündür. 29. Xronoloji ardıcıllığı müəyyən edin. Şimali Azərbaycanda komendant idarə üsulunun ləğvi 1840-cı il, Qafqaz canişinliyinin yaradılması 1844, Lənkəran üsyanının baş verməsi 1831. 3, 1 və 2. 30. Uyğunluğu müəyyən edin. Əvrəz və Çöpbaşı. Kəndlərin hamılıqla bəy təsərrüfatında ildə 2 gün iməciliyə çıxması bu əvrəzdir. Kəndlərdən otlaqdan istifadə əvəzində alınan vergi çöpbaşıdır.
Kəndlilərin 19-cu əsrin əvvəllərində yalnız pul ilə ödədiyi vergi deyil heç biri. Dövlət kəndlilərinə verilən ad bu da deyil. Yalnız çəltik, meyvə və tərəvəz məhsullarından alınan 1/3 vergisi olması bu da deyil. Deməli, Əbrəz üçün A cavabı, çöpbaşı üçün B cavabı düzgündür.